Könüllülük fəaliyyətinin gənclərin inkişafında təsiri necədir sizcə? Könüllülük ümumiyyətlə ürəkdən görülən bir işdir. Könüllülük hər bir gəncin həm şəxsi inkişafına, şəxsi bacarıqlarının inkişafına bir mənalı dəstək olan bir proqramdır və biz hər zaman bunu deyirik ki, könüllü olan bir şəxs gələcəyinə investisiya etmiş olur. Bəs lider olmaq üçün ilk növbədə hansı xüsusiyyətlər vacibdir? Mənim düşüncəmdə lider yalnız özü öndə olan deyil, bütün komandanla birlikdə öndə olan bir lider deməkdir. Kənan bəy, gənclər iş axtararkən hansı səhvlərə yol verirlər? Mən hər zaman çıxışlarımda da bildirirəm, dostlarla söhbətdə də deyirəm ki, ən çox verilən sual müsahibədə niyə siz sualıdır. Bəzən də bu gənclərdə qızıq yaradır. Mən hər zaman deyirəm, o suala cavab tapa bilməyənlərdə o qızıq yarada bilər. Gənclər cəmiyyətin inkişafında hansı dəyişiklikləri yarada bilərlər? Bu gün düşünün, hər bir Azərbaycan gənci öz ətrafında 3 nəfərə, 4 nəfərə faydalı ola biləcək bir təşəbbüs irəli sürsə, bu bütün vətəndaş cəmiyyətində faydalı olmaq deməkdir. Bu təşəbbüskarlıq da hardan yaranır? Elə o könüllülük illərindən, könüllülük dövrlərindən insana stimul verir ki, bu belə deyə bu fəaliyyəti göstərsin. Kənan bəy, uğursuzluq və stresslə üzləşən gənclərə tövsiyəniz nə olardı? Uğursuzluğa hazır olmalıyıq. Bu heç vaxt o sözə inanmayın ki, siz hər zaman uğurlu olacaqsınız. Bu belə ola bilməz. İnsan hər bir mərhələdə, hər bir şəxslər, hətta bəzi dövrlərdə müəyyən şəxslərdə görmüşük ki, uğursuzluq yaşayıb. Amma uğursuzluqdan sonra gələn uğur daha möhtəşəm olur. Hər vaxtınız xeyir, əziz könüllü sən verilişinin izləyiciləri. Biz yenidən efirdəyik. Aparıcınız mən Rəsul ilə. Əziz gənclər, bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. 15-26 yaş aralığındasınızsa və könüllü olmaq istəyirsinizsə, bizə həm sosial media platformalarımız, həm də portal.asanvolunteers.az saytımız vasitəsilə müraciət edə bilərsiniz. Layihə və ideyalarınızla bağlı təklifləriniz varsa, info@asanvolunteers.az ünvanına göndərməyi tövsiyə edirik. Bugün verilişimizdə gənclərin inkişafı, gənclər evlərinin fəaliyyəti, könüllülük, liderlik, kariyer imkanları və gəncləri maraqlandıran bir sıra aktual mövzular ətrafında söhbət aparacağıq. Vaxt itirmədən sizə qonağımızı təqdim etmək istəyirəm. Bugünkü verilişimizin qonağı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Evləri ilə İş sektorunun müdiri Kənan Əliyevdir. Xoş gəlmisiniz Kənan bəy, necəsiniz? Çox sağ olun. Əvvəla təşəkkür edirəm dəvətə görə. Sizi, bizi izləyən gənclərimizi salamlayıram. Ümid edirəm maraqlı bir proqram olacaq. Kənan bəy, bugün biz gənclərimizi maraqlandıran və onların inkişafına töhfə verə biləcək bir çox məsələlərə toxunacağıq. Mən istəyirəm ki, vaxt itirmədən ilk sualımıza keçid alaq. Elə verilişimizin adı ilə bağlı sualımı vermək istəyirəm sizə. Könüllülük fəaliyyətinin gənclərin inkişafında təsiri necədir sizcə? Belə deyək, könüllülük ümumiyyətlə ürəkdən görülən bir işdir. Könüllülük hər bir gəncin həm şəxsi inkişafına, şəxsi bacarıqlarının inkişafına bir mənalı dəstək olan bir proqramdır və biz hər zaman bunu deyirik ki, könüllü olan bir şəxs gələcəyinə investisiya etmiş olur. Burada nə qazanır? Komandada işləməyə bacarığı, öz müsbət tərəfləri üzərində işləməyə imkanı, yeni dostluqlar, təşəbbüskarlıq, vaxtın düzgün idarə olunması və bir sıra gələcək karyerasında da ona vacib olacaq müsbət bacarıqlara yiyələnir. Bəs lider olmaq üçün ilk növbədə hansı xüsusiyyətlər vacibdir? Mən öz təcrübəmə əsasən demək istəyərəm ki, mənə görə liderlik sadəcə bir vəzifə deyil, bir titul deyil, bu bir məsuliyyətdir və mənim düşüncəmdə lider yalnız özü öndə olan deyil, bütün komandanla birlikdə öndə olan bir lider deməkdir və lider yalnız öz inkişafı yox, bütün komandanı irəli aparan şəxsdir mənə görə və liderliyin əsas xüsusiyyətlərini desək, mənə görə bir liderin dinləmə qabiliyyəti olmalıdır, inandırmaq, ilham vermək, motivasiya vermək, komandanı bir məqsəd ətrafında toplamaq bacarığı olmalıdır və bütün gənclərə, belə deyək, öz komandasında nümunə olacaq bir şəxs olmalıdır. Komanda ilə işdə bəs nə, hansı xüsusiyyətlər önəmlidir ki, komanda ilə iş daha güclü olsun? Biz bəzən belə real təcrübələrdən deyim ki, bəzən adicə bir intellektual yarışda deyirik ki, məsələn 4 nəfərlik komandalara bölünün və aranızda bir lider yaxınlaşsın. Biz baxırıq ki, kiçik bir müddətdə, bir 5 dəqiqə ərzində artıq komandada müəyyənləşir ki, lider kimdir. Bu necə müəyyənləşir? O komandanın həqiqətən o rəğbətin qazanan, inamın qazanan, bunların hər birinin adından çıxış etmək, belə deyək, etimadı göstərilən şəxs seçilir və o adama komanda özü lider deyə bilir. Mən hər zaman deyirəm, lider təyin olunur.
olunmur. Lider daxildən hər kəsin müsbət rəyi əsasında formalaşan bir xarakterdir. Yəni bu hansısa bir menecer təyin oluna bilər, hansısa bir vəzifəyə, amma lider komandanın daxilində formalaşan bir şeydir, komandanın rəyi ilə. Gənclər evlərinin əsas missiyası nədir və gənclərin inkişafında hansı təsirləri var? Gənclər evlərini bu gün mən özüm gənc olaraq, mənim gözümdə gənclər evi bir gəncin arzularını bacarıqlara çevirdiyi, bacarıqlarını isə reallığa çevirdiyi bir məkandır. Bu gün gənclər evi bir çox gəncin həqiqətən xatirəsində xüsusi bir yer alıb. Bu gün yüzlərlə, hətta minlərlə gənc var ki, ilk dəfə auditoriya qarşısına çıxışını gənclər evində edib. Və yaxud yüzlərlə hal-hazırda bizim davam edən layihələrimiz də var ki, fərdi şəxslərdir. Məsələn, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələridir, Rəssamlıq Akademiyasının tələbələridir. Fərdi sərgilər təşkil etmək istəyir. Biz onlara təmənnasız dəstək göstəririk, fərdi sərgilərini təşkil edirlər və yaxud bir qrup gənc ola bilər, universitet daxilində, universitetdən kənar, hətta bir-birini tanımayan gənclər arasında intellektual yarışlar keçirə bilirik. Yəni, bütün gənclərin toplaşdığı, bütün gənclərə xidmət edən və adından göründüyü kimi gənclərin evi adı altında bir gəncləri birləşdirən bir məkandır. Mən bunu xüsusi qeyd eləmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin bir çıxışı var. O çıxışında deyir ki, Sovet dövründə pioner evləri deyilən məkanlar var idi və özü bildirir ki, mənim həyatımda böyük rol oynayıb və mənim timsalımda minlərlə gəncin. Bu gün deyir, biz onu davam elətdirməliyik. Onun təlimatı ilə hal-hazırda yüksək səviyyədə ölkə ərazisində xidmət edən uşaq gənclər və inkişaf mərkəzləri və bugünkü gənclər evlərinin və uğurlu gənclər siyasətinin təməli elə həmən dövrlərdən başlayıb Ulu Öndərin fəaliyyətindən və bu gün də o cənab prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam elətdirir və bu gün gənclər evi isə mövzumuz xüsusilə qeyd etmək istəyirəm ki, hal-hazırda 33 dənə aktiv gənclər evimiz var. Bu ilin sonuna qədər də Tərtər və Quba gənclər evi də aktiv şəkildə fəaliyyətə qoşulacaq və ümumilikdə bu il üçün sayımız 35 olacaq. Biz də ümid edirik ki, sayımız dayanmadan artacaq və bütün respublikanı əhatə eləməyə imkanımız olacaq. Mən özüm də abituriyent vaxtı gənclər evində üzv olmuşam və bir sıra layihələrin də təşəbbüskarı olmuşam. Maraqlı layihələr həyata keçirildi, indi də həyata keçirilir. Bilmək istəyərdim ki, gənclər evlərinin gələcək üçün hansısa bir iri proyektləri, layihələri varmı? Bizim əsas məqsədimiz birmənalı olaraq əsas gənclərə dəstəkdir. Burada hər cür dəstəkdən söhbət gedir. Şəxsi inkişaf, asudə vaxtlarını təşkili, milli mənəvi, vətənpərvər ruhda daha da inkişaf etmələri və bizim bu il üçün gördüyümüz layihələr də olub. Könüllülər üçün ayrıca bir inkişaf proqramlarımız olub, əməkdaşlar üçün ayrıca proqramlarımız olub və bu ilin növbəti 6 ayında da hədəflərimiz var ki, sırf əməkdaşların inkişafı üçün və gənclərin inkişafı üçün proqramlarımız var. Burada çünki qarşılıqlıdır. Biz əməkdaşları da paralel inkişaf elətdirməliyik ki, gənclərə daha çox ötürsün. Yəni bu gün bizim 33 gənclər evindən hər bir əməkdaşı biz dəvət edib bir layihə keçirəndə artıq orada dediyimiz söz bütün respublikanı əhatə eləmiş olur. Yəni bu həqiqətən böyük bir gücdür, böyük bir şəbəkədir ki, 33 bir inzibati binamız var və bu yalnız binadan ibarət deyil, həqiqətən çox həvəsli, çox potensiallı, hər regionun özünə xas, özünə fərqli xüsusiyyətlərə malik belə deyək, gəncləri var və bizim çox belə maraqlı xüsusi qeyd eləmək istəyirəm ki, hər regionunda fərqli öndə olan bir layihəsi var. Məsələn deyirəm, Balakən gənclər evimiz var. Orada bizim Habralar adlı bir layihəsi var gənclərin. Məsələn, Balakən rayonunun bilirsiniz ki, çox millətli rayonlardan biridir. Bu da Azərbaycan multikultural dəyərlərinin elə göstəricilərindəndir. Orada avar xalqları, digər xalqların milli alətləri var, yeməkləri var. Onları çəkib göstərirlər. Məsələn, Kürdəmir gənclər evinin ən yaxşı nümunələrindən biri şəhid ailələrlə bağlı bir gözəl layihələri var ki, şəhid ailələrinin evinə gedirlər, birgə məsələn şirniyyat hazırlayırlar şəhid anası ilə birlikdə, sonra masa arxasında çay içirlər. Yəni asudə vaxtını həm belə deyək, həm əyləncəli, həm öyrənərək birgə keçirirlər. Qeyd edim ki, mən də Balakən Gənclər Evinin üzvü olmuşam. Bizim vaxtımızda da aktiv gənclər klubu var idi, o kluba üzv idim mən də. Orada çox maraqlı layihələr keçirirdik. Sizcə texnologiya gəncləri inkişaf etdirir, yoxsa onların şəxsi inkişafına mane olur? Mən deyərdim ki, bugünkü günümüzü texnologiyasız təsəvvür etmək qeyri-mümkün olar. Hətta ən ucqar kənddə belə, bugün artıq kənd təsərrüfatında belə texnologiyadan istifadə olunur. Qaldı ki, gənclər günün tələblərinə tam sürətlə uyğunlaşan belə deyək, auditoriya. Mən deyərdim ki, düzgün istifadə olunsa, ümumiyyətlə bu suala konkret cavab verə bilmərəm. Çünki yəni mənfisi var, müsbəti var. Bu istifadədən asılıdır. Düzgün istifadə olunsa, bunun müsbətin sayıb bitirmək olmaz. Yəni, bugün bir gənc ucqar rayonda olsa belə bizim onlayn
onlayn həyata keçirdiyimiz təlimlərə qoşula bilir. Yəni bu özü böyük bir üstünlükdür. Fiziki olaraq bu gün Astaranın kəndindən Astaranın mərkəzinə, Bakıya gəlməyə ehtiyac yoxdur. Onlayn formada bizim dediyimiz təlimi ala bilir gənclərimiz. Həmçinin ölkə xaricində belə beynəlxalq tədbirlərə onlayn şəkildə qoşula bilirlər, sertifikat ala bilirlər. Yəni bunun mən düşünürəm mənfidən çox 5 mənfi saya biləriksə, amma 5000 dənə müsbət saya bilərik. Amma yenə də təbii ki, bu düzgün istifadədən asılıdır. Kənan bəy, gənclər iş axtararkən hansı səhvlərə yol verirlər? Təbii ki, bu sualımız gəncləri tənqid eləmək üçün deyil. Bizim bu verilişin məqsədi odur ki, biz gənclərə dəstək olaq. Ona görə verdiyim cavabı istəyirəm ki, düzgün qəbul olunsun. Yəni səhv sözün belə deyək, qıcıq yaratmasın. Mən düşünürəm ki, gənclərimiz bəzən bizə müraciətlərdə daxil olur. Biz gənclərin işə qəbul prosesini də həyata keçirdirik. Bəzən görürük ki, hədəfi çox yüksəyə qoyurlar. Bu da bəzən özlərində inamsızlıq yaradır ki, mən məsələn deyirəm, qurumlara müraciət elədim, CV-mə baxılmadı. Biz hədəfi minimaldan qoysaq daha düzgün olar. Yəni təcrübə proqramlarına qoşulsaq, elə bu mövzumuz olan könüllülükdən başlasaq, bu gün biz bir çox suallara cavab tapa biləcəyik. Mən hər zaman çıxışlarımda da bildirirəm, dostlarla söhbətdə də deyirəm ki, ən çox verilən sual belə deyək, müsahibədə niyə siz sualıdır. Bəzən də bu gənclərdə qıcıq yaradır. Mən hər zaman deyirəm, o suala cavab tapa bilməyənlərdə o qıcıq yarada bilər. Yəni o sual haqlı olaraq verilir ki, məsələn, sizinlə bu il deyək ki, sosial iş ixtisasını bitirmisiniz, 5000 tələbə bitirib ölkə üzrə. Amma mənim 10 dənə vakant yerim var. Niyə 4990 nəfər yox? Niyə bu 10 nəfər? O suala cavab əgər gənc özü verə bilmirsə, yəni bu müsahibə götürənin haqqıdır ki, digər o suala cavab verən namizədi dəyərləndirsin. Bu suala cavab vermək üçün biz birinci ali təhsil müəssisəsinə qəbul olduğumuz ildən, hətta məktəbli dövrlərindən artıq bu ictimai fəaliyyət, könüllülüklə məşğul olmalıyıq ki, sabah biz harasa CV təqdim eləyəndə, CV-də yalnız təvəllüd, ad, soyad, harda dünyaya gəlmişəm və ali təhsil diplom bu kifayət eləmir. Elə gün ərzində, yəni 1000 dənə CV gələ bilər. Şəxsən bizim özümüz vakant elan eləyirik, gün ərzində 100-ə yaxın CV gəlir və inanırım ki, tam belə uyğun, bizim istədiyimizə 10 dənə CV çıxara, belə deyə, nəticə çıxa bilir. Bu da onu göstərir ki, biz gənclərdə bizim öz fəaliyyətlərimizdə var, könüllüyü belə də təbliğ etmək. Düşünürəm ki, biz işimizi biraz da gücləndirməliyik ki, hələ də o cür bilirsiniz ki, 2014-cü ildə, 10-cu illərdə daha çətin idi ki, gənclər başa düşmürdü, könüllülük nədir, bəzən deyirdilər, niyə gedib pul almadan işləyirsiniz. Amma bu gün hər biri, məsələn, Asan xidmətinin özünün əminəm ki, ehtiyatda nə qədər növbədə gözləyən var gənclər ki, könüllülüyü gözləyirlər. Bu çox sevindirici haldır. Yəni biz işimizi dayandırmalı deyilik, yəni göstəricilərlə razılaşmalı deyilik, daha da sürətləndirməliyik ki, daha çox gəncə könüllülüyü təbliğ eləyək. Və o gələcəkdə o dediyimiz karyera məsələsində o səhvləri deməyək, yəni o təcrübəyə malik olsunlar və o suala rahat cavab verə bilsinlər. Gənclər cəmiyyətin inkişafında hansı dəyişiklikləri yarada bilərlər? Mən düşünürəm ki, hər bir Azərbaycan gənci özü təşəbbüskar olmalıdır. Burada təşəbbüskar dedikdə böyük hansısa bir 10.000 insanı əhatə eləyəcək layihədən söhbət getmir. Yəni bir gəncin bir təşəbbüsü ola bilər ki, bu 5 nəfərə fayda versin. Bu özü artıq vətəndaş cəmiyyətinə faydalı olmaq deməkdir. Və bu gün mən məsələn özümdən nümunə gətirim ki, mən birinci kursda cəmi 4 yaxın dostumla bir xeyriyyə məqsədi ilə bir kampaniya kimi elədik ki, öz aramızda müəyyən bir vəsait toplayıb bir az təminatlı ailəyə dəstək olduq. Və baxdıq ki, bu kənardan da bəyənildi, bizə dəstək olmaq istəyənlər də çox oldu və mən bunun adını Yardım Ocağa Gəlir adı altında xeyriyyə aksiyası kimi başlatdım. 2014-cü ildən bu günə qədər 5000 ailəyə dəstək olmuşuq. Yəni bu sadəcə mənim birinci kursda ağlıma gələn 4 dostumdan başladığım bir şeydir. Bu biznes ideyası deyil, bu başqa bir ideya deyil. Bu sadəcə vətəndaş cəmiyyətinə necə faydalı olmaq olar 4 dostumla başladığım bir şeydir. Amma bu gün 5000 ailə, hər ailədə ana, ata, övlad, 3 nəfərdən hələ hesablayanda bu artıq bir gəncin ideyası 15.000 insana əhatə elədi. Və bu gün düşünün, hər bir Azərbaycan gənci öz ətrafında 3 nəfərə, 4 nəfərə faydalı ola biləcək bir təşəbbüs irəli sürsə, bu bütün vətəndaş cəmiyyətinə faydalı olmaq deməkdir. Bu təşəbbüskarlıq da hardan yaranır? Elə o könüllülük illərindən, könüllülük dövrlərindən insana stimul verir ki, bu belə deyə bu fəaliyyəti göstərsin. Sosial məsuliyyət hissi bəs gənclərdə necə formalaşdırılmalıdır? Suala görə təşəkkür edirəm. Həqiqətən çox maraqlı sualdır. Mən düşünürəm ki, biz 10 nəfər gənci toplayıb təlim keçsək ki, sosial məsuliyyətli olun, sosial məsuliyyətlə bağlı təşəbbüs irəli sürün, bu effektiv olmayacaq. Bunu hər bir gənc özü yaşayaraq görməlidir. O hissi yaşamalıdır ki, bu mənə həqiqətən lazımdırmı? Bu məni xoşbəxt elədimi? Mən real nümunə verim. Məsələn, bu gün Asan xidmətdə könüllü olan bir gənc
vətəndaş içəri daxil olanda, əlində biletlə öz masasını axtaranda, könüllü olan yaxınlaşıb düzgün masanı göstərəndə, vətəndaş ona tərəf baxıb bir təşəkkür eləyəndə, gənc həqiqətən özünü xoşbəxt hiss eləyirsə, həqiqətən özünü məmnun hiss eləyirsə, artıq onda o təşəbbüs yaranacaq. Və o fəaliyyət bitəndən sonra, deyək ki, Asan Xidmətdə fəaliyyəti bitdi. Artıq o gəncdə ehtiyac yaranacaq ki, mən yenə o hissləri yaşamaq istəyirəm. Bəs indi neyniyim? Artıq Asan Xidmət modelində digər qurumlara maraqlanacaq. Özü artıq o limiti belə deyək, bir çox qurumda könüllü olandan sonra artıq özü düşünəcək ki, bəs mən nə edə bilərəm? Necə eləyə bilərəm ki, məsələn, hədəf qrupu olan, xüsusi qayğı ehtiyacı olan şəxslərə dəstək ola bilərəm, ahıl şəxslərə, əlilliyi olan şəxslərə necə bir ideya irəli sürə bilərəm ki, o sosial məsuliyyət hissini daha da belə özümü, belə deyə, o hisslərimi özümü xoşbəxt hiss eləyim. Mən düşünürəm ki, real yaşasa, onu həqiqətən daha effektiv nəticəsini görə bilər. Bəs asudə vaxtı əyləncə və şəxsi inkişaf arasında necə balanslaşdırmaq olar və asudə vaxtı dəyərləndirməyin əsas yolları hansılardır? Bizim gənclər evlərinin hər birinin əsas istiqamətlərindən biri də gənclərin asudə vaxtlarının səmərəli təşkilidir. Mən hər zaman bunu vurğuluram ki, bizim işimiz asudə vaxtı təşkil etmək deyil, asudə vaxtını səmərəli təşkil etməkdir. Ümumi belə desək, öyrənərək əylənmək. Yəni biz əylənməyin tərəfdarıyıq, gənclər əylənsin, özünü gənclər evində, öz evindəki kimi hiss eləsin, amma həm də öyrənsin. Və biz bunu necə həll edirik? Yəni bir vaxtlar intellektual oyunlar yalnız turnir çərçivəsində keçirilirdisə, qurumlar arası, gənclər arası, komandalar arası, artıq biz bugün belə deyək, gün ərzində 1 saat fasilə olanda belə gənclər baxırıq ki, öz arasında biz demədən, məsələn bizim könüllü proqramlarımız olur, bəzən deyirik ki, arada deyək 2 saat fasilə veririk. Gəlib baxırıq ki, görək bu 2 saatı necə dəyərləndirirlər, biz demədən baxırıq öz aralarında artıq intellektual oyun keçirdirlər, onlayn şəkildə quiz formatında keçirdirlər. Yəni bu çox yaxşı bir şeydir ki, artıq biz onları aşılamışıq ki, bizə artıq belə deyək, biz demədən özləri o təşəbbüsü irəli sürür. Kənan bəy, uğursuzluq və stresslə üzləşən gənclərə tövsiyəniz nə olardı? Mən düşünürəm ki, bu həyatda bəzən çıxışlarda görürük, deyilir ki, uğurlu olmalıyıq, yalnız uğuru əldə etməliyik. Mən düşünürəm ki, bu reallıqdan biraz uzaq olar. Bu həyatdırsa, müəyyən mərhələlər varsa, uğursuzluq da ola bilər. Biz buna da hazır olmalıyıq. Məsələn, mən özümdən deyirəm, deyək ki, universitet qəbulu üçün hazırlaşırdım, uğurlu olacağımı inanırdım, düşünürdüm ki, qəbul olacağam. Bir də qəbul olmayacağım halda nə edə bilərdim, o variantı düşünürdüm ki, yəni burada ümidsizlikdən söhbət getmir. Qəbul olmasam, bilməliyəm ki, nəyə görə qəbul olmadım? Məsələn deyirəm, bu fəndən zəif yazdımsa, belə də nəticəm yaxşı olmadısa, növbəti ilə daha da yaxşı hazırlaşıb o nəticəni əldə etməliyəm. Yəni mən düşünürəm ki, uğursuzluğa hazır olmalıyıq. Bu heç vaxt o sözə inanmayın ki, siz hər zaman uğurlu olacaqsınız. Bu belə ola bilməz. İnsan hər bir mərhələdə, hər bir şəxslər, hətta bəzi dövrlərdə müəyyən şəxslərdə görmüşük ki, uğursuzluq yaşayıb. Amma uğursuzluqdan sonra gələn uğur daha möhtəşəm olur. Bunu mən öz real gördüklərim əsasən deyə bilərəm. Kənan bəy, bugün sizə ünvanlayacağım suallar bu qədər idi. İştirakınız üçün həqiqətən sizə təşəkkür edirəm. Əminəm ki, gənclərimiz üçün çox faydalı bir veriliş oldu. Təşəkkür eləyirəm. Mən də inanıram ki, bizim gənclər də, bizim izləyən bütün tamaşaçılara da maraqlı olacaq. Hər zaman bizim məqsədimiz gənclərə dəstək olmaqdır, öz bilik və bacarıqlarımızdan onlara ötürməkdir, qarşılıqlı olaraq. Yəni bizim əsas məqsədimiz budur. İnanırıq ki, da bu yolda hər zaman gənclərlə birlikdə istədiyimiz nəticəni əldə edəcəyik. Çox sağ olun. Çox sağ olun. Əziz izləyicilər, bugün verilişimizin qonağı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Evləri ilə İş sektorunun müdiri Kənan Əliyev idi. Qonağımızla gəncləri maraqlandıran və onların inkişaflarına töhfə verə biləcək bir sıra mövzular haqqında danışdıq. Bununla da Könüllü Sən verilişinin bu mövsüm üçün son buraxılışının da sonuna gəldik. Ümid edirik ki, verilişimiz sizə yeni biliklər qazandırdı, ilham verdi və cəmiyyətə faydalı olmaq üçün sizi daha da həvəsləndirdi. Biz isə yeni mövsümdə daha maraqlı mövzular, dəyərli qonaqlar və yeni format ilə yenidən görüşmə ümidi ilə sizdən ayrılırıq. Sağ olun. Yeni mövsümdə görüşənədək. Hələlik.